Salam, hər vaxtınız xeyir. Bayaq paylaşdığım sualın izahına baxaq. AB bərabərdir 13 vurulsun əbob AB plus əçob AB və bizdən AB-nin ən böyük qiymətini soruşur. Ümumiyyətlə biz birinci başlayaq. Burada əbob üzərindən gedəcəyik. Əçob sonra özü çıxacaq. Yəni əçobda bir nəsə qiymət falan verilmək və yaxud da ki, əvəzləmək sonra keçdi. Bax bir söz deyim sizə. Tutaq ki, əbob AB-ni mən yazım bura. Əbob AB. Yəni dimin test opsiyonu yoxdur belə bir tip sual. Ona görə fərqli sual tipidir. Əbob AB-yə mən bir x desəm. Təsəvvür edin ki, məsələn, əbob 10-dan 12. Bu 2-dirsə, onda məsələn A nəyə bərabər, yəni 10 nəyə bərabərdir? 5 vuraq 2-yə, düzdürmü? 10 bərabər, yəni bu 5-in 2-nin 5 mislinə. Məsələn, B nəyə bərabərdir? 12 nəyə bərabərdir? 2-nin 6 mislinə. Yəni dediyim odur ki, yəni bu əbobundan həm A, həm də B. Yəni həm A, həm B. Bu əbobdan müəyyən dəfə çoxdular. Bu müəyyən dəfəni də bilməkdən ötürü sadəcə bir x verirəm. Yəni yazıram ki, məsələn, indi buraya əbob x vermişsiniz, buna bir A verirəm, olur AX. Buna da verirəm BX. Bildiniz necə? Yəni bu 6 dəfə çox deyil. Yəni buna məsələn 6x, buna bir 5x kimi götürsək, yəni A, bax bu A. Əbobdan 5 dəfə böyükdür, yəni 5x. B isə əbobdan 2-dən 6 dəfə böyükdür, olur 6x. İndi yenə nə edirik? Bax, bunun əbob AB-imizdir. Bax, 6x, 5x. Bax, yenə deyirəm, burada bizim x-imiz olur əbob. Bunlar 5 ilə 6 ki, neçə dəfə böyük olduğuna görə bir ədəd kimi vermişik. İndi gəlin yazaq. A və B-imizə. A bərabərdir. Bu 5-ə bir dənə məsələn istədiyiniz n verirəm, olur nx. B-yə də verirəm mx. Yəni A nx, B mx. Əslən buradan o tərəfə çox rahatdır. Sadəcə bu məntiqi başa düşmək lazımdır. Yəni yenə deyirəm, tutaq ki, bu 10'dur, bu da 12'dir. 2'dən neçə dəfəsə böyükdülər də. 12'dən 5 dəfə böyükdür. O 5'i n-dən əvəz elədim. 12'də 2'dən 6 böyükdür. Məsələn m dəfə. N-x, m-x. Bizim də sözsüz ki bir düsturumuz var. İndi bax bir söz deyim sizə. Burada əçob AB-nin tapandığını tapaq. Yəni əçob n-x-la m-x-in təbii ki tapandı necə olacaq? Hər ikisinin x var deyəni x-i bir dəfə götürürük. Yazırıq nə? M, n, x. Yəni biz nə demişdik ümumiyyətlə? İndi bunun isbatına baxaq. Məsələn demişdik ki, tutaq ki, məsələn 10 ilə 12-nin burada çöpünü tapaq, rahat olsun. 2 vur 5, 12-də bərabərdir. 2 vur 2 vur 3. Neyinirdik? Birincidə olmayanın, məsələn burada nə yoxdur? 2 hər ikisində var. Bunda altına xətt çəkmədiyimiz 5'i bu bir sədədin özünə vururduq. 5 vuraq 12. Yəni məsələn tutaq ki, indi burada 2'yə bir m desək və yaxud da bir hərf deyim burada x qoymuşuq, x deyək. Neyini yeyirik? Bu x-i məsələn altına xətt çəkmişik. Digər ədədi x, yəni xətt çəkmədiyimiz ədədi ədədin özünə vururuq. Yəni əçobun tapılma qaydasıdır. Sadəcə biraz qəribə bir tipdir, xırdaçıdır. Ona görə çətin gəlib uşaqların üçün. Yəni çox adam yazdı ki, yəni başa düşülən sual deyil, çətin sualdır. Ona görə YouTube izahını qoyuruq. Və yenə deyirəm, əçobu nəyə bərabər olacaq? N, bir də o əboba vurur x-ın özünə. Mn x. Heç nə. Bu qədər sadə. Yazıram, əbob AB bərabərdir x-a. Əçob AB bərabərdir mn x-a. A bərabərdir nx-a. B bərabərdir mx-a. Gəlin burada indi ifadənin yerinə qoyaq. A vur B, yəni ki nx vuraq mx. Bərabər 13 vuraq AB. Yəni 13 vuraq əbob AB. O əbobumuz x olduğuna görə 13x. Əçobumuz da ki mnx-dir. Gəlin bunu hesablayaq. mnx kvadratı bərabərdir 13x plus mnx-a. Əslində buradan siz görürsünüz ki, hamısında x var. Burada da var, burada da var, burada da var. İxtisar apara bilərsiniz. Və yaxud da buradan aparmaq istəmişsinizsə belə yazım sizə. Bir tərəfə keçirməsi ilə, yəni istədiyiniz tərəfə keçirə bilərsiniz. Məsələn, mnx kvadratı
Bunu keçirdirəm sola. Sağ m-in x bərabərdir 13x-a. X-ləri çıxarsaq mötərizə xaricinə və yaxud da buna ilə m-in x-i çıxaraq. M-in x-i çıxarsaq qalacaq x çıxaq 1 bərabərdir 13x-a. İndi hər tərəfdən buradan 1x-i, buradan 1x-i ixtisar apardım. Olur nə? M-in vuraq x çıx 1 bərabərdir 13-ə. 13-ün də 2 dənə halı var. Ya buna 13 qoysam bu 1 eləməlidir. Yəni x çıx 1. M-inə əgər 13 qoyaramsa x nəyə bərabər olacaq? Neçədən 1 çıxanda 1 qalır. Təbii ki 2-dən x bərabərdir 2-yə. Yox, buna 13 qoysam x çıx 1 13-dürsə x nə olacaq? 14. X 14-sə onda m-in 1-dir. Ya bu haldır, ya bu haldır. Gəlin hər iki halı yoxlayaq. İndi əgər x-ə 14 m-inə 1 qoyuramsa, x 14 m-inə 1. Gəlin yazaq. Onda nə olacaq? Yəni m-in 1-dirsə, m-in 1-sə, demək ki, onda m-nin hər ikisi nədir? M də 1-dir, n də 1-dir. Bu konkretdə yəni m-in 1-dirsə əgər hasil, onda m-nin hər ikisi 1-dir. Çünki biz natural ədədlərdən söhbət gedirik. Onda burada yazıram. Birinci halı hələ keçdiyirik. Birinci halı yazıram. Onda n də 1-dir, m də 1-dir, x-dəki 14-dür. Onda olur nə? A olur 14, B olur da 14. 14, 14. Birinci halımız olur A 14, B 14. Cəmi nə eləyir? 14 plus 14, 28. Birinci halımız 28. Keçək indi ikinci hala baxaq. M-in 13, x 2-dir. Yəni yerinə yazan ikinci halı yazırıq. Bu da ikinci haldır. Bax indi bizdən əgər m-in 13-dürsə, demək ki, m13 m1-dir. Ya m1-dir, n13-dür. Hansını qoysaq yeni şey çıxdıq. Məsələn, indi x-imiz də 2-dir. 2 vuraq 13. Bunu biz 26 götürsək, təsəvvürün ki, n-ni 13 götürdüm, x 2. N-ni 13 x 2 götürəndə 26. Onda n-ni 13 götürməmsən, m-ni 1 götürməliyəm. M-ni 1 götürəndə bu da 2. Nə olur? 26-dan 2. Yəni yenə də cəmi nə olacaq? 26-dan 2-nin cəmi yenə 28. 28. Belə. Yəni cavab olacaq 28. Yəni bu əslində abituriyentə falan düşməyib hələ ki. Yəni fərqli bir sual tipi. İndi yenə də bu tip suallardan paylaşacağım. Yəni izahın istəsəz Instagramda, istəsəz YouTube'da izləyə bilərsiniz. Hər ikisinə paylaşacağım.